Salam əziz izləyicilər. Bugün sizinlə yeni bir RFO sualına baxırıq. Bu sualda yarımfinal 11-ci sinif və 2016-2017-ci il suallarına aiddir. Deməli, gəlin ilk öncə şərti oxuyaq. Sabit kütləli ideal qaz P1 bərabərdir 200 kilopascal təzyiqdən P2 bərabərdir 100 kilopascal təzyiqə qədər P bərabərdir açıq BV qanunu ilə genişlənir. Burada A və B sabit əmsallardır. B-nin qiyməti 5 kilopascal bölü kub metrdir. Genişlənmə zamanı qazın gördüyü işi hesablayın. İlk öncə biz nə bilirik? Biz bilirik ki, qazın gördüyü iş, deməli, qrafikin altında qalan fiqurun sahəsinə bərabərdir, düzdürmü? Yəni, biz bu fiqurun sahəsini tapmalıyıq. Baxın, bu fiqurun sahəsini tapmalıyıq. Bunun üçün bizdə nə var, nələr var? Əlbəttə ki, P1 və P2 var, amma V1 və V2 haqqında biz heç nə bilmirik. Nə etməliyik? Onu tənlikdən, yəni bizə verilən bu tənlikdən demək tapa bilərik. Deməli, mən P1 üçün yazıram A çıxılsın B vur V1, P2 üçünsə yazıram A çıxılsın B vurulsun V2. A və B sabit əmsallar olduğuna görə təbii ki, dəyişmirlər. Buradan biz bir tənlikdən digər tənliyi çıxsaq, məsəl üçün mən delta P-ni tapmaq istəyirəm. Delta P bərabərdir P2 çıxılsın P1. Həmçinin bu nəyə bərabər olacaq? Deməli, bərabər olacaq. Burada A-lar gedəcək, bir-birindən çıxılanda islah olacaqdır. Və B vurulsun V1 çıxılsın V2 alacam. Buradan mən bunu B vurulsun delta V şəklində yaza bilərəm. Mən buradan delta V-ni tapmalıyam. Delta V bərabər olacaq delta P bölünsün B-yə. Daha sonra biz buradan delta V-ni tapsaq, delta P fərqini B-yə bölərək, yəni 100 fərqini bölürəm 5 bərabərdir 20 kub metr. Daha sonra alınan bu fiqurun sahəsi mənə təbii ki, işi verəcəkdir. Onda olacaq P1 üstə gəlinsin P2 böl 2 vurulsun delta V bərabərdir. Buradan yazacağım. Deməli, 200 üstə gəlinsin 100 böl 2 vurulsun 20. Buradan deməli 3000 kilojoule, yəni 3 megajoule deməli ala bilirik. Cavabımız olacaq 3 megajoule. Belə izlədiyiniz üçün təşəkkür edirəm. İnşallah ki, faydalı olar.